Dəyərli izləyicilərim, sizlərə heç zaman dəbdən düşməyən köhnə bir proyektdə mənzil təqdim edəcəm. Yəni köhnə tikili bina, yeni təmir olunmuş mənzilin istilik sistemi, kombi sistemi və elə bir binada mənzil təqdim edirəm ki, bu binada mənzil çox təsadüf hallarda satışa çıxır. Daş bina, çox keyfiyyətli bina və tikilmə ilinə görə ən yeni tikiliş olan binalardan biridir. Balkonların əksəriyyəti qatılıb mənzilə. Təqdimata başladıq mənzilin qonaq otağından. Mənzilimiz təbii ki, kupçalı mənzildir. Bir daha qeyd edirəm, köhnə tikili binada yerləşir. Yeni təmir olunub, təmirdən sonra çox az bir müddət yaşayış olub. Mənzil tam əşyalı şəkildə də satıla bilər, əşyasız şəkildə də satıla bilər. Yəni əşyasız dedikdə də bəzi əşyalar qalacaq. Təbii ki. 3 otaq, yer çəkən əla bir proyekti var. İndi isə keçəcəyik mənzilin digər hissələri ilə sizləri daha yaxından tanış edəcəm. Mənzilimizin əsas giriş qapısıdır. Mənzilə daxil olduqda keramogranit olan hissələr isti döşəmədir. Mənzilə daxil olarkən sağda yerləşir yataq otağı. Baxın bu şəkildə geniş ölçüdə. Köhnə proyekti təbii ki, özünüz bilirsiniz, otaq ölçüləri geniş olur. Yataq otağından qapalı eyvana çıxış var. Eyvanda da şkaflar yığılıb tam olaraq boya-boy. Daxil olduq dəhlizə. Solda qonaq otağıdır sizlərə təqdim etmişəm. İrəlilədikdə sağda daha bir yataq otağımız var. Bu şəkildə görürsünüz. Bu yataq otağında da eyvan təbii ki, qatılıb otağa. Çox gözəl səliqəli təmiri var. Hal-hazırda mülkiyyətçi evdə yaşayır. Kombi sistemi, istilik sistemi, kombisi, radiatoru hər biri quraşdırılıb. Hazır vəziyyətdə, yəni hal-hazırda mülkiyyətçi mənzildə yaşayır. İrəlilədikdə bir daha dəhlizə daxil oluruq. Burada yerləşir qarderoblu otaq. Görürsünüz, gözəl səliqəli şkaflar yığılıb. Hamam otağı və sanuzel ayrı-ayrılıqda. Bu hissədə hamam otağımız. Bu hissədə sanuzel qovşağımız. Və bu hissədə gözəl bir mətbəximiz yerləşir. Geniş ölçüdə mətbəxdir. Dəyərli izləyicilər, bu şəkildə gördüyümüz kimi gözəl membran mebel yığılıb bahalı materiallardan. Ətraflı məlumat almaq üçün buyurub əlaqə saxlaya bilərsiniz. 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir mənzilimiz. İstilik sistemi, kombi sistemi. Qiymət açıqlama bölməsində qeyd olunacaq.